Dəyərli ümrə zəvvarlarımızla bahəm gəlmişik Mədinə ətrafı növbəti ziyarətlərimizdən olan iki qibləli məscidə. Bu məsciddə Həzrət Peyğəmbər Salavatullah Allah Taalanın əmri ilə qibləni Beytül Müqəddəsdən Kəbə evinə tərəf dəyişdirmişdir. Nəql eləyirlər bunu ki, Peyğəmbər belə buyurdu. Əlinin xəndəkdə vurduğu bir zərbə qiyamətə qədər cin və insanların ibadətindən üstündür. Baxın, ən məşhur sözüdür xəndəyin. Bir zərbəsi Həzrət Əlinin xəndəkdə vurduğu bir zərbəsi qiyamətə qədər əfzəlül ibadiyyət səbəbi qiyamətə qədər cin və insanların hamısının ibadətindən üstündür. Niyə? Niyə sizə? Çünki qabağından çıxan İslam'a görə necə sataşırdı? Aranızda bir kişi var, yoxsa yox. Demirsiniz, bizi öldürsə cəhənnəmə gedirik. Gəlin, məni göndərin cəhənnəmə. Demirsiniz, olsa şəhid olursunuz, gedirsiniz kef eləməyə. Gəlin, göndərin. Bu qədər kinayə, lağ, istehza heç kim cavab verəmdir. Nə qədər tərəflənən səhabələr var, hamısı oradaydı. Heç birinin səsi çıxmır. Bu gördüyünüz ərazi Xəndək müharibəsinin baş verdiyi ərazidir. Mədinə ətrafı ziyarətlərimiz davam eləyir. Dəyərli Hacı Əziz qardaşımız ümrə zəvvarlarımıza məlumat verir. Gəldiyimiz növbəti ziyarət Uhud dağıdır və bu gördüyünüz yerdə Uhud şəhidlərinin dəfn olunduğu Uhud dağının ətəyidir. Burada şəhidlər ağası Həzrət Peyğəmbərin əmisi Seyyidüş-Şəhəda Həzrət Həmzənin dəfn olunduğu yerdir. Bu döyüşdə Həzrəti Əli əleyhissalama Allah tərəfindən Peyğəmbərə Zülfüqar qılıncı nazil olmuşdu. La fəta illa Əli, la seyfə illa Zülfüqar. Əlidən üstün igid, Zülfüqardan iti qılınc yoxdur.